Salam. 31 may 2026-cı il tarixində keçirilmiş kimya RFİM final suallarının izahına baxırıq. Birinci sualda deyir, xörək duzu və qum qarışığından xörək duzunu necə daha effektiv və asan ayırmaq olar? Biz bu qarışığa əvvəlcə su əlavə edərik. Yəni suda həll etmək. Birinci suda həll etmək. Suda həll edən zaman xörək duzu suda həll olar, qum isə həll olmaz, qabın dibinə çökər. İkinci olaraq süzmə üsulundan istifadə edərik. Süzmə üsulundan istifadə edərək qumu qarışıqdan ayırarıq. Üçüncü olaraq buxarlandırma üsulundan istifadə edərik. Buxarlandırma üsulundan istifadə edərək xörək duzu və su qarışığını tərkib hissələrinə ayırarıq. Bizim birinci sualın doğru cavabını bu şəkildə, yazılı şəkildə qeyd etmək lazım idi. B-yə baxırıq. Nə üçün şəkəri suda buxarlandırma üsulu ilə yox, kristallaşdırma üsulu ilə ayırırlar? Deməli, şəkərin suda məhlulunu qızdırdıqda temperaturun təsirindən şəkər tərkibini dəyişir, yəni kömürə çevrilir. Deməli, qısa şəkildə burada belə yazmaq lazım idi. Temperaturun təsirindən şəkər kömürə çevrilir. Yəni tərkibini dəyişir. Və yaxud da dəyişdiyi üçün biz kristallaşdırma üsulundan istifadə edirik. Əlavə olaraq da belə yazmaq olar. C-yə baxırıq. Metamorfik yoxsa çökmə suxurlar daha bərk olur. Nə üçün? Bizə burada səbəb istəyir. Səbəbini yazmaq tələb olunur. Qısa şəkildə belə yazmaq olar. Təbii ki, burada cavab metamorfikdir. Yüksək təzyiq və temperaturun təsiri ilə sıxılaraq metamorfik suxur əmələ gəlir. Yəni metamorfik suxur çökmə suxura nisbətən daha bərk olur. D-yə baxaq. Sadə distillə və fraksiyalı distillə bir-birindən nə ilə fərqlənir? Yenə burada qısa şəkildə belə yazmaq olar. Sadə distillədə deməli qaynama temperaturları yəni söhbət burada mayelərdən gedir. Deməli, mayələrin qaynama temperaturları arasında böyük fərq var. Fraksiyalı distillədə isə qaynama temperaturları arasında deməli
fərq bir-birindən azdır. Yəni qaynama temperaturları arasındakı fərq bir-birindən az fərqlənir. Burada təbii ki, müxtəlif cür cavablar yazmaq olar və uyğun izahlar doğru qəbul ediləcək. Yəni müxtəlif şagirdlər müxtəlif cür yaza bilər. Bunun heç bir problemi yoxdur. Y-də baxırıq. İnsan orqanizmində hansı 4 element daha çoxdur? Bu elementlər orqanizmdə hansı 4 birləşmənin tərkibindədir? Deməli, biz bilirik ki, orqanizmdə olan əsas birləşmələrimiz bizim zülallardır. Deməli, zülallardır. Zülallar karbohidratlar növbəti deməli yağlar bir də nə var? Bizim suyumuz var, düzdürmü? Biz bilirik ki, su hidrogen və oksigendən təşkil olunubdur. Yağlar və karbohidratlar hər ikisi əsasən karbondur, hidrogendir və oksigendir. Zülallarda isə karbon, hidrogen, oksigen və əlavə olaraq azot kimyəvi elementi də var. Ona görə də bizim deməli insan orqanizmində 4 dənə elementimiz daha çox vardır və yaxud da belə deyək, təşkil olunur. Karbon, hidrogen, oksigen və azot kimyəvi elementləri. Gəlirik ikinci suala. Deməli, laboratoriyada şagirdlərə A, B, C və D hərfləri ilə işarələnmiş şüşə qablarda 4 şəffaf məhlul verilir. Bu qablarda xlorid turşusu, natrium hidroksid, suda məhlulu, distillə olunmuş su və durullaşdırılmış limon suyu var. Və aşağıdakı məlumatlar verilir və nələr müşahidə olunur, onlar yazılıbdır. A məhluluna metil oranj əlavə etdikdə indikator sarı rəngi alır. Deməli, burada mühit uşaqlar əsasi və neytral ola bilər. Əsasi və neytral. B-də deməli turş və neytral ola bilər. C məhlulunun deməli göy lakmus kağız salındıqda kağızın rəngi dəyişmir. Dəyişmirsə deməli burada neytral mühitdir yalnız. Növbəti də D məhluluna universal indikatorla tünd qırmızı rəng əmələ gətirir. Deməli bu turş mühitdir və güclü turşudur. A məhlulunun universal indikatorla tünd bənövşəyi rəng əmələ gətirir. Bu isə əsasi mühitdir və güclü əsasi mühitdir. Axırıncıda isə B məhlulu universal indikatorla sarı narıncı rəng əmələ gətirir. Bu isə yenə bizim turş mühitimizə aiddir. Amma zəif turş mühiti deməli aid olar. Və buradan da baxırıq ki, bizim A-mız aşağıdakında əsasidir, yəni güclü əsasidir. Ona görə burada deməli neytral ola bilməz. Ona görə biz buradan neytralı çıxırıq. Həmçinin B aşağıda da görürük ki, turş mühitdir, yəni zəif turş mühitdir. Ona görə buradan neytralı çıxırıq. Bu da bizə lazım deyil. Deməli, müəyyənləşdirdik ki, bizim burada A məhlulu deməli əsasi mühitdir və güclü əsasidir. Deməli, bu bizim natrium hidroksidə uyğun gələr. B-də isə mühit turşdur və B zəif turşdur. Zəif turş olduğu üçün buna biz limon suyu yaza bilərik. C-yə gəldikdə C deməli
Neytraldır. Neytraldırsa bu distillə suyu uyğun gələr. Distillə suyu uyğun gələr. D-də isə deməli turşdur və qüvvətli turşudur. Bu isə xlorid turşusu olar. Xlorid turşusu olar. Xlorid turşusu. Deməli, maddələrimizi də müəyyənləşdirdik. Gəlirik B-yə. Bu məhlulları pH qiymətlərinə görə ən kiçikdən ən böyüyə doğru sıralayın. Burada isə sıralamamız bizim D, B, C və A deməli olar. İkinci sualın da izahı bu şəkildə. Gəlirik burada üçüncü suala baxırıq. Deməli deyir ki, məhlullarda həll olan maddənin miqdarı qatılıq kəmiyyəti ilə xarakterizə olunur. Bəzi hallarda müxtəlif məhlulların qatılığı 1 litr bu məhlulda həll olan molekulların sayı ilə müqayisə olunur. Yəni uşaqlar belə deyək, burada həll olan molekulların sayının onun həcminə olan nisbətini bizə təqdim edir. Biz buradan belə bir nəticəyə gəlməliyik ki, hansında molekulların və yaxud da atomların sayının həcmə nisbəti daha böyükdür və ya daha kiçikdir. Baxırıq ki, A qabında bizim nəyimiz var? 8 dənə 1, 2, 3, 4, 5, 6, 7, 8 atomumuz var və həcmimiz də 50-dir. Ona görə 8 bölünsün 50 bərabərdir. Burada qiymət eləyər 0,16. İkinciyə baxsaq B bəndinə. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənədir. 12-nin deməli 50-yə nisbəti. Bu da bərabərdir bizə verər 0,24. 0,24. Yenə dəqiqləşdirmək üçün burada bölək 12 bölək 50 0,24. Tamam. Bu hissəmizi silim, yenidən yazım. Deməli 12 bölünsün nəyə? 50-yə. C-yə baxsaq, deməli burada nə var? 1, 2, 3, 4 dənədir. Deməli 4 bölünsün həcmimiz də 50-dir. Bu da bərabərdir eləyər 0,8. Deməli 4 bölünsün 50-yə. 4 bölünsün 50-yə. Deməli qiymətimiz də 0-dan burada %8 edər. İndi gəlirik D-yə baxırıq. D-də deməli 1, 2, 3, 4 dənə molekulumuz var. Həcmimiz də 50 ml-dir. Deməli 4 bölünsün 50 bərabərdir. Yenə 0,8 edər. Hissəmizi biraz kənara ataq. Digərinə baxdıqda deməli 1, 2 molekulumuz var və həcmimiz nə qədərdir? 25 ml-dir. Bu isə deməli bizə 0,8 qiymətini verər. F-də isə deməli nəyimiz var? 4 dənə molekulumuz var. 1, 2, 3, 4 şəklində. O zaman burada 4 bölünsün 25 bərabərdir. 4 bölünsün 25. Bu isə eləyər deməli 0,16-ya. Belə uşaqlar, bunların belə deyək, testdə verilən mahiyyətə əsasən onların qatılıqlarını, yəni burada qeyd olunduğu kimi qatılıqlarını müəyyən etdik. Gəlin görək nə deyir. A. Hansı məhlul yüksək qatılığa malikdir? Burada baxırıq ki, bizim deməli B ən yüksək qatılığa malikdir. Qatılığı 0,24-dür. Deməli burada birinciyə uyğun olar B. Sonra ikinci, hansı məhlul digər məhlullardan fərqli qatılığa malikdir? Burada əgər birini yazmaq tələb olunursa, düşünürəm ki, elə B-yi yazmaq olar. Çünki qatılığı digərlərindən daha çoxdur. Yenə buraya B-yi əlavə etmək olar. Baxırıq C-yə.
Əgər B və C məhlulları qarışdırılarsa, alınan məhlulun qatılığı hansı məhlulların qatılığı ilə eyni olar? Gəlin burada baxaq B-yə və C-yə. Baxırıq ki, bizim B-də həcm 50-dir, C-də də həcm 50-dir. Bunları cəmləsək, bizim həcmimiz eləyər neçə? 100. Molekulların və yaxud da atomların sayı, baxırıq ki, 12 dənə birindədir, 4 birindədir, eləyər neçə? 16. Bu da buradan bərabərdir 0,16 edər və deyir ki, eyni olar, hansılar ilə eyni olar və biz burada baxırıq ki, 0,16 olan bizim deməli A-da var, 0,16 A-da var, bir də hansında var? F-də var. Deməli burada bura biz F-i də əlavə edə bilərik. Baxaq deyə, D məhluluna 50 ml su əlavə etdikdən sonra qatılığı ilə F məhluluna 75 ml su əlavə etdikdən sonraki qatılıqlarını müqayisə edin. İndi uşaqlar D-yə baxaq. D-də bizim deməli 50 ml həcmimiz var idi. Ora 50 ml də əlavə eləyəndə növbəti həcm eləyər 100 ml. Təbii ki, burada molekul sayları dəyişmir, 4 olar. O da bərabərdir 0,4 eləyər yenisi. F-ə baxdıqda, F-də həcmimiz əvvəlcə 25 idi, 75 də əlavə edəndən sonra eləyər 100 ml və burada da molekulların sayı 4-dür və o da dəyişməz. Deməli, burada da həcm nə eləyər? Qatılıq nə eləyər? 0,4 eləyər. Deməli, burada yaza bilərik ki, müqayisə edin, bir-birinə bərabər olar, deyək, bərabər olar. Y bəndinə baxaq. Deməli, E məhlulunun qatılığının A məhlulunun qatılığına bərabər olması üçün ondan neçə mililitr su buxarlandırılmalıdır? İndi uşaqlar, baxırıq ki, bizim A məhlulunun qatılığı neçəyə bərabərdir? 0,16. Düzdürmü? F, deməli, Y məhlulunun qatılığını biz nəyə deməli keçid eləməliyik? A məhlulunun qatılığına. Və bu zamanda biz nə etməliyik? Buxarlandırma aparmalıyıq. Gəlin baxaq. Deməli, burada alacağımız yeni qatılıq A-nın qatılığı olmalıdır. O da %16-dır. Düzdürmü? 25 ml həcmimiz var burada və hər hansı bir X qədər buxarlanmalıdır və molekulların sayı da burada nə etməlidir? Dəyişməməlidir. Buradan da hesablasaq, X-in deməli, X bərabərdir 12,5 ml olar. Deməli, burada doğru cavab 12,5 ml buxarlandırmaq lazımdır ki, Y məhlulunun qatılığı A məhlulunun qatılığına bərabər olsun. Keçirik növbəti suala. Deməli, 4-də XO3 2 mənfi iyonunda ümumi elektron sayı 32, ümumi neytron sayı isə 30-dur. Deməli, bizim XO3 2 mənfi iyonunda X-in hər hansı bir A qədər protonu, B qədər də neytronu varsa, o zaman A üstə gələk 3 vurulsun 8, üstə gələk 2 bərabərdir 32 edər. Buradan da A bərabərdir. Deməli, bizim burada A bərabərdir. Deməli, 32, 6. Deməli, burada A-nın qiyməti 6 çıxar. Bu bizim olacaqdır nəyimiz? Elektron sayımız. Deməli, X-in elektron və yaxud da ki, proton sayı. İkinci olaraq neytron sayına gəldikdə B üstə gələk 3 vurulsun 8. Oksigenin neytron sayı 8-dir, elektron sayı 8-dir. Bərabərdir, deməli 30 eləməlidir. Buradan da baxırıq ki, B bərabərdir nə çıxar? 6 çıxar. Deməli, X-in 6 protonu və 6 dənə neytronu var. Bunu da müəyyənləşdirdik. Deyir ki, X elementinin təbiətdə 2 izotopu yayıldığını fərz edək. Bu izotopların birinin kütlə ədədi XO3 2 mənfi iyonundakı X atomunun kütlə ədədinə bərabərdir. Yəni, uşaqlar, deməli, 2 dənə izotopu yayılıb, biri 12-dir. Digər izotopunun kütlə ədədi isə ondan 2 vahid böyükdür. Yəni, bu zaman bu 14-ə bərabər olar. Olarsa, X elementinin kütlə ədədini, deməli, 12 onda 4 olarsa,
Bu zaman yüngül izotopun təbiətdə yayılma faizini hesablayın. İndi buradan biz nə etməliyik? Təbii ki, iki izotopdursa, biri A yayılma faizinə malikdirsə, digəri 100 minus A yayılma faizinə malikdir. Bu zaman orta kütlə ədədinin tapılma düsturuna əsasən 12,4 bərabərdir. Deməli, bu hissəyə 100 yazarıq. 12 vurulsun A üstə gələk. Deməli, 14 vurulsun 100 minus A şəklində. Buradan da hesablayarıq ki, A bərabərdir 80% çıxar. Yəni, burada da bizə nəyi soruşurdu? Yüngül izotopun təbiətdə yayılma faizini. Yəni, bizim 12 yüngül izotopdur. Yəni, 80% biridirsə, 20% də digəridir. Deməli, burada doğru cavab 80% olmalıdır. Baxırıq B-yə. YO4 deməli 2 mənfi iyonunda olan Y-in neytron sayı X-in neytron sayından 3 dəfə çoxdur. Deməli, uşaqlar, burada yazırıq YO4 2 mənfi. Yenə qeyd edirəm, burada bir A qədər tutaq ki, A qədər qeyd eləməyək. Tutaq ki, bir M qədər protonu varsa, bir N qədər də neytronu var deyək. Və burada deyir ki, X-in neytron sayından 3 dəfə çoxdur. Əgər bizim X-in neytron sayı deməli 6 idisə, 3 dəfə çox neçə eləməlidir? 18 eləməlidir. Və deyir ki, iyonunda ümumi elektron sayının ümumi neytron sayına bərabər olduğunu nəzərə alaraq. İnşallah biz buradan neytron sayını hesablasaq, 18 üstə gələk 3 vurulsun 8 bərabərdir. Deməli, 18 üstə gələk 3 dəfə 8-in 24. Deyir ki, iyonda ümumi elektron sayının neytron sayına bərabər olduğunu nəzərə alaraq, burada 3-ə niyə vurduq? 4-ə vurmalıydıq, təbii ki. Burada 4 vurulsun 8 olar. O zaman 18 üstə gələk 32. Bu da buradan bərabərdir 50 neytron edər. O zaman bizim elektron sayı da 50 olarsa, o zaman yazıram 50 bərabərdir. Bir M qədər elektron Y-dədir. Üstə gələk 4 vurulsun 8 üstə gələk 2. Buradan da deməli M bərabərdir neçə çıxmalıdır? 32, 34. 50-dən də deməli 34 çıxsaq 16 edər. Deməli, Y-in də 16 nəyi var imiş? Protonu var imiş. Belə. Buradan da tapdıq proton və neytronlarını. Deyir ki, Y2O3 2 mənfi iyonun elektron və neytron saylarının cəmini müəyyən edin. Bunları tapdıqdan sonra biz gəlib burada deməli, Y-də Y2O3 deməli 2 mənfidir. Deməli, biz burada neytron sayını hesablayaq. Deməli, 16-dır. 2-yə vursam, üzr istəyirəm, neytron sayını hesablayırsa, 18 vurulsun 2, üstə gələk, vurulsun 8, bərabərdir. Deməli, burada eləməlidir, neçə? 60. 3 dəfə 8-in 24, 36, 60. Tapdıq ki, neytron sayımız neçə imiş? Neytron sayı 60'dır. Sonra elektron sayını soruşur bizdən. Elektronu da hesablasaq, o zaman yenə 2 vurulsun 16 üstə gələk. Deməli, 3 vurulsun 8 üstə gələk 2. O da bərabərdir. Bu da buradan neçə eləyər? 58 eləyər. Deməli, doğru cavab 60 və 58 olar B-də. C-yə gəlirik. C-də deməli O4 3 mənfi iyonun ümumi elektron sayı Y2O3 2 mənfi iyonun elektron sayından 8 vahid azdır. Deməli, bizə burada elektron sayılarından söhbət gedir, uşaqlar. Biz burada deməli, nə etməliyik? Müəyyənləşdirdik ki, ZO4 3 mənfi iyonunda neçə elektron var? Burada cəmi elektronlar
Deməli 16 üstəgələk 4 vurulsun 8 üstəgələk 3 bərabərdir. Deməli 16 üstəgələk 32 üstəgələk 3 şəklində. Deməli burada ümumi elektron sayı. Z-i biz deməli Z-i biz burada bilmirik nə qədər. Aha, biz burada səhvə yol verdik. Deməli Y2O3 2 mənfi ionun sayına 8 var. Aha, ZO4 3 mənfi ionunda nə qədər elektron var bilmirəm. A qədərdir, düzdürmü? Aha, burada A üstəgələk 4 vurulsun 8 üstəgələk 3. Burada deyir ki 8 vahid azdır. O zaman bunun üzərinə bir 8 gələrəm, bərabərləşdirərəm Y2O3 2 mənfinin deməli elektron sayına. Biz də onu da müəyyənləşdirdik ki, neçə elektronu var? 58 elektronu var. O zaman buradan da 58 çıxaq, deməli 32 çıxaq 3. Buradan da müəyyənləşdiririk ki, A bərabərdir 15-dir. Deməli, Z ionunda 15 nəyimiz var? Protonumuz var. Və bizə də deyir ki, proton sayından bir ədəd çox olduğu nəzərə alaraq nəyin? Neytronun. Neytron sayının proton sayından bir vahid çox olduğu nəzərə alaraq. Yəni burada 16 dənə də protonumuz var bizim. 16. O zaman bunları cəmləsək 16 üstəgələk 15 bərabərdir 31 edər. C-də də doğru cavab 31 olar. Gəlirik burada 5-ci suala. Deməli, müxtəlif həcmli və müxtəlif pH dəyərində olan bizim natrium hidroksid və xlorid turşusu məhlulların qarışdırılması zamanı alınan məhlulların pH-ı verilmişdir. Deməli, biz buradan nəyə diqqət etməliyik uşaqlar? Baxırıq ki, ümumiyyətlə əvvəla bir şey qeyd edək. Bizim pH şkalamızda bilirik ki, pH-ın deməli qiyməti 0 ilə 14 arasında dəyişir. Düzdürmü? Fərz eləyək ki, bu 2-dir. pH-ı 2 olanla pH-ı 12 olan bir-birini neytrallaşdırar. Və yaxud da pH-ı 4 olanla pH-ı 10 olan turşu əsas bir-birini neytrallaşdırar. Və yaxud da pH-ı 6 olanla pH-ı 8 olan bir-birini neytrallaşdırar. Yəni biz bunu bilməliyik. Yəni buradan da belə başa düşək ki, bu hissədə əsasın pH qiyməti ilə bu hissədəki belə deyək, turşunun pH qiymətlərinin cəmi 14 eləməlidir ki, bunlar bir neytrallaşma reaksiyasına daxil olsun. Aydındırmı? Əvvəla bunu başa düşmək lazımdır. Bunu qeyd etdikdən sonra bir kənarda yazaq dursun burada. İndi gəlin burada cədvəlimizə baxaq. Burada baxırıq ki, və neytrallaşma olması üçün, yəni tam neytrallaşma olması üçün turşu və əsasların həm həcmləri, həm də pH-ları bir-birini tarazlaşdırmalıdır. Yəni bir-birini neytrallaşdırmalıdır. Buradan isə baxırıq ki, 1-ə, deməli pH-ı 13-dür, pH-ı 1-dir. 14 eləyir. Həcmləri də bir-birinə bərabər olduğu üçün deməli burada tam neytrallaşma baş verir və həqiqətən də pH-ın 7 olduğunu bizə göstərir. İkincidə baxırıq ki, yenə pH-ın qiyməti 12-dir, pH-ın qiyməti 2-dir. 14 eləyər. Həcmlər də 10-dur. Deməli bunlar da bir-birini tam neytrallaşdırır. Üçüncüyə baxsaq görərik ki, pH-ın qiyməti 11-dir. Deməli 11-dir. pH-ın qiyməti 11-dir. Digər turşunun da pH-ının qiyməti 3-dür. Bunları cəmləsək 14 eləyər. Deməli bunlar bir-birini neytrallaşdırar pH cəhətdən. Həcmlərinə baxırıq ki, həcm 10 ml-dir, həcm 10 ml-dir. Düzdürmü? Deməli bunlar da bir-birini həm həcm, həm də pH sarıdan bir-birini neytrallaşdırır. İndi gəlirik
Uşaqlar, bundan sonrakı etapa deməli nə müşahidə edirik? Baxırıq ki, pH 13-dür, düzdürmü? Bunun da pH-ının deməli neytrallaşması üçün turşunun pH-ı neçə olmalı idi? 1 olmalı idi. Amma burada bizə pH-ın qiymətini 2 veribdir. Uşaqlar, 1 olsaydı, bunun 10 millilitri bir-birini neytrallaşdırardı. Amma turşunun pH-ı böyüdükcə qüvvətliyir, zəifləyir. Bu zaman əsas ilə reaksiyada neytrallaşması üçün həcminin artırılması lazımdır. Yəni həcmindən çox götürmək lazımdır. Yəni burada baxırıq ki, 1 əvəzinə 2 götürəndə, yəni bir vahid pH artanda həcm nə qədər artır? 10 dəfə artır. Aydındır. Bax bu nəticəni buradan çıxartmaq lazımdır. İndi ikinciyə baxsaq görərik ki, məsələn pH-ın qiyməti 11-dir, digərində pH-ın qiyməti 1-dir. Amma burada pH-ın qiyməti əgər 3 olsaydı, düzdürmü? 11 ilə 3-ün cəmi 14 eləyərdi. Bunlar bir-birini neytrallaşdırardı. O zaman sənin burada pH-ı 11 olan 1000 ml-lə digərinin pH-ı 1000 ml olan və pH-ı 3 olan bir-birini neytrallaşdırmalı idi. Aydındırmı? Bunlar bir-birini neytral. Amma baxırıq ki, pH-ın qiyməti nədir? 1-dir. Yəni 2 vahid azalıbdır. 2 vahid azalanda da, yəni 100 dəfə azalmış sayılacaqdır. Ona görə də bu 1000-dən nəyə düşər? 10-a düşər. Yəni siz buradakı cədvəldən bu nəticələri özünüz üçün çıxartmalısınız və bundan sonrakı deməli məsələ həllərinə yönəlməlisiniz. Çünki 7-ci sinif dərsliyində bizdə hər hansı bir düstur və yaxud da mol miqdarı, qatılıq kimi şeylər olmadığı üçün onlara keçid etmək sizin üçün çətin olar. Siz buradakı nəticələrə gəlməliydiniz. Yəni buradan bizim çıxartdığımız nəticə nədir? Deməli, nədir buradan? Turşunun pH-ı bir vahid artırdıqda və yaxud da artdıqda bir vahid artdıqda həcmi 10 dəfə artmalıdır ki, tam neytrallaşma baş versin. Aydın, baş versin. Bu bir, uşaqlar, bu bir. İkinci olaraq isə siz buradan belə bir nəticəyə gəlməlisiniz ki, bunun əksinə proses əsaslar üçün olacaq. Yəni əksinə əsasın pH-ı bir vahid artdıqda həcmi 10 dəfə azalmalıdır. Azalmalıdır ki, tam neytrallaşma baş versin. Tamam. Biz bu nəticələri bu qrafikdən özümüz üçün çıxardıb, ondan sonra deməli aşağıdakı testlərin həllinə baxmalıyıq. Və burada da baxırıq ki, təbii ki, hər birinin pH-ı 7-yə bərabərdir. Yəni burada verilən pH-lar və həcmləri qarışdırsaq, yəni natrium hidroksid ilə xlor turşusunu qarışdırsaq, bizim tam neytrallaşma reaksiyamız baş verər. İndi gəlin buradan suallarımıza baxaq. İndi birinci A bəndində bizə deyir ki, deməli, pH-ı 12 olan 20 ml natrium hidroksid məhlulu pH-ı 1 olan neçə mililitre xlorat turşusu ilə qarışdırdıqda pH 7 olar. Yəni uşaqlar, bizim burada natrium hidroksid
pH bərabərdir 12-dir və həcmi 20 ml-dir. Digərində xlorid turşusudur, H-xlor turşusudur. pH-ı 1-dir, amma həcmi nə qədərdir? X mililitr bilmirik. Uşaqlar, biz nə öyrəndik? Dedik ki, bizim burada əgər pH bərabərdir 2 olarsa və həcm 20 ml olarsa, tam neytrallaşma baş verərdi, düzdürmü? Yəni pH 12-dir, pH 2-dir, cəmləyəndə 14 eləyər. O zaman bunun, yəni natrium hidroksidin 20 ml ilə H-xlorun 20 ml qarışdırılır və tam neytrallaşma baş verir. Ancaq biz nə görürük? Görürük ki, burada pH 2-dən 1-ə düşüb, yəni turşunun pH-ı azalıb. Biz yuxarıdakı bir qayda tapdıq ki, turşunun pH-ı 1 artdıqda həcm 10 dəfə artır. O zaman pH-ı 1 azaldığında 10 dəfə də azalmalıdır ki, bu zaman tam neytrallaşma baş versin. Yəni pH 1 azalanda biz həcmi də 10 dəfə azaltmalıyıq. O zaman burada 2 ml H-xlor götürülməlidir ki, tam neytrallaşma baş versin. Burada doğru cavab 2 ml olar. Gəlirik B-yə. Deməli, burada yenə natrium hidroksiddir. pH-ı 11 verib bizə. Həcmi 30 ml-dir. Digəri H-xlordur. Düzdürmü? pH-ı neçədir? Bilmirik. pH-ı neçədir? Bilmirik. Amma həcmi 300 ml-dir. İndi uşaqlar, yenə burada biz öz qaydamızı tətbiq eləyək. Yəni qrafikdən, cədvəldən müəyyənləşdirdiyimiz qaydanı tətbiq eləyək. Deməli, turşunun pH-ı 3 olmalıdır və 30 ml olmalıdır ki, tam neytrallaşma baş versin. Aydındırmı? Tam neytrallaşma baş versin. Amma biz nə müşahidə edirik? Görürük ki, həcm deməli 300 ml-dir. Aha, biz burada 300-ü 30-a düşürməliyik, yəni 10 dəfə azaltmalıyıq. 10 dəfə azaldanda o zaman pH-ımız neynəmişdi? pH-ımızı biz 1 deməli artırmalıyıq ki, yəni burada 30-un 300 olması üçün uşaqlar 10 dəfə artmaq lazımdır, düzdürmü? Biz də dedik ki, turşunun pH-ını yuxarıda bax. Turşunun pH-ı 1 artdıqda həcmi 10 dəfə artmalıdır. Deməli, həcm 10 dəfə artıbsa, o zaman pH da 1 artar. Yəni burada 4 olar. Doğru cavab B-də 4-dür. C-yə baxaq. Deməli, pH neçə olan pH-ı neçə olan 400 ml natrium hidroksid. Yenə buradan biz qeyd eləyək. Natrium hidroksid pH-ı bilmirik, X-dir. Həcmi 400 ml-dir. Xlorid turşusunun deməli pH-ı neçədir? 3-dür. Həcmi isə nədir? 4 ml-dir. İndi burada isə yenə biz nəyə baxırıq? Deyirik ki, əgər bizim natrium hidroksidin pH-ı 11 və həcmi 4 ml olardısa, o zaman tam neytrallaşma baş verərdi. Amma biz nə müşahidə edirik? Həcm neyniyibdir? Deməli, 100 dəfə artıb. 100 dəfə artmaq demək, 2 dəfə 10 artmaq deməkdir. O zaman burada pH-ın 2 fərq dəyişməsi deməkdir. Biz də dedik ki, yuxarıda da qayda yazdıq ki, əksinə əsasın pH 1 artdıqda həcmi 10 dəfə azalır. Yəni 10 dəfə azalır. Yəni burada əksinə azaltdıqda həcm azalmalıdır. Yəni burada pH-ın qiyməti 9 olmalıdır ki, pH-ı 9, 400 ml məhlulla pH-ı 3 olan 4 ml məhlul qarışdırıldıqda deməli neyniyər? Tam neytrallaşma baş verər. D-yə baxırıq. pH-ı 13 olan 50 ml natrium hidroksidlə yenə uşaqlar burada biz natrium hidroksidi yazırıq. pH-ımızı
qeyd edirik. Həcmimiz də 50 ml-dir. H-xlora gəldikdə H-xlorun pH-ı neçədir? 3-dür. Tamam. İndi bizə deyir neçə millilitr. İndi uşaqlar gəlin yenə burada biz öz qaydamızı tətbiq eləyək. İndi turşunun həcmimiz nə qədərdir bilmirik. X metr qədər lazımdır. İndi deyirik ki, turşunun pH-ı 1 olardısa və 50 ml olardısa, burada tam neytrallaşma baş verərdi. Amma baxıram ki, pH neçədir? 3-dür. Yəni biz pH-ı 1-dən neçəyə qaldırmışıq? 3-ə qaldırmışıq. Yəni 2 vahid artıb. 2 dəfə vahid artmaq demək həcmin 100 dəfə artması deməkdir. O zaman 50 vurulsun 100 bu deyilər. Deməli 5000. Burada da cavab olacaqdır 5000 ml. Y-yə baxaq. Deməli burada yenə bizim natrium hidroksid və H-xlor məhlullarımızdan danışır. Deyir ki, natrium hidroksid pH bərabərdir 12 olan 20 ml məhlulla pH-ı 11 olan deməli 400 ml məhlul H-xlorun isə pH-ı 3 olan 300 ml məhlulla pH-ı 2 olan X ml məhlulu qarışdırmaq lazımdır ki, burada nə baş versin? Tam neytrallaşma baş versin. İndi biz buradan bunları belə bir təbəqələşmə yaradaq. Aha. Bu hissə. Deməli, sonra biz buradan və bu məhlullar qarışdırılır və pH-ı 7-yə bərabər olur. İndi biz burada nə müşahidə edirik? Baxsaq görərik ki, pH-ı 12 olanla pH-ı 2 olan bir-birini neytrallaşdırar, düzdürmü? Və pH-ı 11 olanla da pH-ı 3 olan bir-birini neytrallaşdırar. Yəni bizim pH-ı 11 olanla pH-ı 3 olan bir-birini neytrallaşdırmaq üçün bunun 300-ü, buradakının 300-ünü aparsa, deməli bizim nəyimiz qalar? Nəyimiz qalar? pH bərabərdir 11 olandan 100 ml artıq qalarmı? Qalar. İkinciyə gəldikdə, uşaqlar ikinciyə gəldikdə və bu nə deməkdir? Bu bizə əsas olduğunu deyir. Əsas. Tamam, bu əsasdır. Bunu da bir tərəfə yazdıq. İkinciyə baxsaq görək ki, bu isə digəri ilə deməli neytrallaşar. Burada 20 ml ən azı olmalıdır ki, pH-ı 12 olanla pH-ı 2 olan tam neytrallaşsın. Və uşaqlar, burada turşudan da artıq qalmalıdır ki, tam neytrallaşma bu əsası neytrallaşdırmaq üçün sərf olunsun. O zaman mən belə başa düşürəm ki, biz belə başa düşməliyik ki, pH-ı 2 olandan 20 ml sərf olunur və artıq qalanı da olur. İndi biz burada nəyə baxmalıyıq? Bunu gətirək bir kənara. İstəmiz bizim. Gətirək buna burada baxaq. Deməli, biz dedik ki, pH-ı 11-dir, pH-ı 11-dir. Digərin pH-ı 2-dir. Həcmi nə qədərdir bilmirəm, X ml-dir. İndi uşaqlar, pH 11-dir, pH 11-dir. Bizim digərinin pH-ı 2-dir. Bu neçə olmalıdır? Bu dedik ki, pH-ı 3 olardısa və bundan 100 ml olardısa tam neytrallaşma baş verərdi bu ikisi arasında. Amma baxıram ki, pH-ı 2-dir. pH-ı 2 demək nə deməkdir? 3-dən 2-yə düşmək deməkdir. 1 vahid azalır. O zaman həcm 10 dəfə azalar. Yəni 10 ml lazımdır. Deməli bizə pH-ı 11 100 ml məhlulla pH-ı 2 olan 10 ml məhlul qarışdırılır və neytrallaşma gedir. Və sonda pH 7-yə bərabər olur. Deməli burada əlavə olaraq bir 10 ml-də pH 2 olandan lazımdır ki, yəni cəmi bizə 30 ml nə lazımdır?
deməli pH-ı 2 olan xlorid turşusu məhlulu lazımdır. Ki tam neytrallaşma olsun. Burada da doğru cavab deməli olar 30 ml. Bu sualımızın da cavabı belə. Gəlirik növbəti 6-ya. Deməli, burada da maraqlı suallardan biridir və kifayət qədər vaxt taparam. Bəlkə də çətin tipli testlərin birincisidir bu. Deməli, burada bizə germaniumun izotopları verilibdir. X, Y, Z 36.5 və Z, yəni təbiətdə yayılma faizlərini verib. Və bizə deyir ki, əgər germanium təbiətdə X, Y nisbətində yalnız germanium 70 və 72 izotoplarından təşkil olunardısa, o zaman onun kütlə ədədi 71,44 edərdi. Uşaqlar, orta kütlə ədədini hesablasaq, 71,144 bərabərdir. Deməli, burada bizim 70-in yayılma faizi x-dir. 70 vurulsun x üstəgələk 72 vurulsun y bölünsün x plus y. Düzdür? Biz də buradan deməli hesablasaq görərik ki, x-in y-ə nisbəti 107-nin deməli 143-ə olar. Bu belə. Burada bizə birinci sualda da deyir ki, A variantında təbiətdə say nisbətini, yəni x, y hesablayın. A-da doğru cavab deməli 107-nin 143-ə olar. İkinci olaraq B-də deyir ki, bizə germanium 73 və 76 izotoplarının təbiətdə yayılma faizini hesablayın. İndi uşaqlar, aşağıda da bizə 74 və 76 izotoplarının təşkil olunardısa deyir, orta kütlə ədədi 74,352 edər. Deməli, buradan biz belə bir nəticəyə gələ bilərik ki, 74 tam deməli 1352 bərabərdir. Birinin yayılma faizini verib bizə 36,5 düzdürmü? 74 vuraq 36,5 üstəgələk 76 vurulsun Z. Bölək 36,5 üstəgələk uşaqlar Z. Düzdürmü? Orta kütlə ədədinin tapılmasıdır. Və biz buradan da hesablasaq görərik ki, Z təqribi olaraq eləyər 7,8. Təqribi olaraq eləyər 7,8. Tamam. 7,8. Z-i tapdıq. İndi gətirib burada mən baxıram ki, deməli Z-imiz olacaqdır 7,8. Aşağıdakı da olmalıdır 7,8. İndi uşaqlar, bunların hər birinin cəmi neçə eləməlidir? 100% eləməlidir. Düzdürmü? Və biz burada ən axırıncıda bizə deyir ki, germaniumun orta kütlə ədədini hesablayın. Orta kütlə ədədini hesablamaq üçün x, y-i də hesablamaq lazımdır. Biz buradan nə etməliyik? Biz buradan belə bir hesablama aparmalıyıq ki, 100 çıxaq 36,5 deməli üstəgələk 7,8 üstəgələk 7,8 bərabərdir. Deməli, bu buradan eləyir. Bir dənə dəqiq hesablayaq. 100 çıxaq, deməli 36,5 çıxaq 7,8 çıxaq 7,8. Şöyle bu da eləyəcək 47,9%. Yəni bizim x plus y cəmi 47,9% eləyir. Buradan da əlaqələndirmə eləyib, yəni vaxtımız uzun getməsin deyə yazmıram. Əlaqələndirmə eləyib yazsaq, görərik ki, bizim burada x-in deməli qiyməti eləyər 20,5, y isə eləyər 27,4. Bunların hər birini hesablasaq uşaqlar görərsiniz ki, cəmi 100 edir. Tamam mı? 100 edir. Aşağıda gəlirik orta kütlə ədədinin tapılmasına. Deməli, germanium orta kütlə ədədini tapsaq, A ortasını tapsaq, belə deyək. Buradan yazmalıyıq tapdığımız deməli faiz miqdarlarını.
Deməli, germanium 70-in yayılma faizi 20,5, 20,5 üstə gələk. 72-nin yayılma faizini deməli necə tapdıq? 27,4 üstə gələk. 73-ün yayılma faizi deməli 7,8-dir. Təqribi olaraq üstə gələk. 74-ün yayılma faizi 36,5-dir. Üstə gələk. 76 vurulsun 7,8 bölünsün 100. Uşaqlar, buradan da hesablasaq görərik ki, təqribi deməli bizim burada qiymətimiz 72,71 edər təqribi olaraq. Cavabımız belə çıxar. Bu da belə. Sualımızın izahı da belə. Gəlirik 7-ci suala. Deyir ki, bizə deməli A, B, C maddələri verilibdir. Deməli A, B, C maddələri verilibdir. Və bunlar X və Y həll edicisində həll edilir uşaqlar. Deməli bizim var burada A maddəmiz, B maddəmiz, bir də C maddəmiz. Var X mayyemiz, bir də var Y mayyemiz. İndi deyir ki bizə A, B bərk maddələridir və bərk maddələrindən A və C maddələri X həll edicisində yaxşı həll olur. O zaman A həll olur, B isə həll olmur. Bunu biz belə ifadə etdik. Sonra B maddəsi isə bu həll edicidə həll olunur. A, B və C maddələrindən ibarət qarışıq üzərinə kifayət qədər həcmdə X həll edicisi əlavə edilir. Bura qədər elə bir önəmli deyil. Qarışdırılır və sonra süzülür. Süzgəcdə qalan bərk maddə qurudularaq dəqiq çəkilir və onun kütləsinin ilkin qarışıqda A maddəsinin kütləsinin 2 mislinə bərabər olduğu müəyyən edilir. Deməli bizim burada bu maddənin 2 mislinə bərabərdir. İndi o zaman tutaq ki, A-nın qiyməti bir X qramdırsa, o zaman B-nin deməli qramı 2X qədərdir. Bunu da yazdıq. Süzgəcdən tam keçən şəffaf məhlulun həcmi 250 ml, sıxlığı isə 1,2 olarsa. İndi uşaqlar, bizim birinci qabımızda deməli nə var idi? X mayesi var idi. X mayesi var. Burada A həll olub, bir də C həll olub. Düzdürmü? İndi və burada bunların həcmi 250 ml-dir. Yəni V bərabərdir 250 ml. Sıxlığı isə ρ bərabərdir 1,2. Biz sıxlıq həcm düsturundan istifadə edərək hesablasaq, deməli 250 vuraq 1,2. Kütləsi edər 300 qram. Deməli birinci məhlulun kütləsi 300 qramdır. Bu məhlulda həll olunmuş maddələrin ümumi kütləsi məhlulun ümumi kütləsinin 20%-ni təşkil edir. Uşaqlar, bizim məhlulun ümumi kütləsi 300 qramdır. 300 qramın 100%-dirsə, o zaman 20%-im nə qədər olmalıdır? 20%-im A plus C-nin cəminə bərabər olmalıdır. Buradan da baxsaq görərik ki, A plus C bərabərdir. Deməli, 5 dəfə azalma var. 5 dəfə azalma olub 60 qram etməlidir. Biz bunu bir kənarda yadda saxlayırıq ki, A plus C-nin deməli kütlələri cəmi 60-a bərabərdir. Bu məhlulda davam edirik. Həll olunmuş maddələrin ümumi kütləsi, bunu da dedik. Süzgəcdə qalan 80 qram Y həll edicisi tam həll edilir və sıxlığı 1,25 qram olan 80 ml məhlul alınır. İndi uşaqlar, deməli digər bir bizim burada deməli məhlulumuz yaradılır. Hansı ki orada var Y mayesi və burada həll olub hansı maddə? B maddəsi. Düzdürmü? Və burada həll edicinin deməli qramı 80 qramdır. 80 qram Y mayesi həll edilir. Və burada həcmi 80 ml-dir. B bərabərdir. Buranın həcmi 80-dir. Sıxlığımız isə ρ bərabərdir 1,25 ml-dir. Qram bölünsün.
Bunu silək. Sıxlığı 1,25-dir. O zaman kütləyə keçid eləsək, uşaqlar. Buradan da baxarıq ki, deməli, kütlə neçə bərabər olar? 100-ə bərabər olar. 100 qram. İndi bu qabın, yəni ikinci qabın kütləsi 100 qramdırsa, 80 qram Y mayesidirsə, o zaman 20 qramı B-dir. İndi uşaqlar, burada 20 qram B varsa, o zaman X-in qiyməti 10 çıxır. O zaman A-nın qiyməti nə imiş? 10 imiş. Buradakı düsturda da baxsaq görərik ki, A-nın qiyməti 10-dursa, o zaman C burada nəyə bərabər olmalıdır? C burada 50-yə bərabər olmalıdır. Deməli, C-nin də qiymətinin 50 olduğunu tapdıq. Bu belə. Burada da Y-də həll olan B mayesidir. Onu da qeyd edək. Bizə də deyir ki, A-da birinci məhlulun kütləsini tapdıq. Burada birinci məhlulun kütləsi deməli 300-dür. Bu məhlulda həll olan maddələrin kütlələri cəmini hesablayın. Deməli, məhlulun kütləsi 300-dür. Həll olan maddələrin kütlələri cəmi isə deməli 10 üstə gələk 50 bərabərdir 60 edər. Doğru cavab 300 və 60 olur. İkinci məhlulun kütləsini və süzgəcdə qalan bərk maddənin kütləsini hesablayın. İkinci məhlulun kütləsini biz burada hesabladıq. Bu hissədə bunu gətirib bura deməli yaza bilərik. Eyni ilə bizim deməli süzgəcdə qalan bərk maddənin kütləsi deməli 20 qram, məhlulun kütləsi isə deməli 100 qram olar. Davam edirik. C-də başlanğıc bərk qarışıqdakı C maddəsinin kütləsini hesablayın. Başlanğıc bərk qarışıqdakı C maddənin kütləsi deməli 50 olar. Buradan da biz bunu gətirib yaza bilərik bu hissədən. Deməli A plus B A plus B cəmi deməli 60-dır. A-nın qiyməti 10 olarsa, o zaman C-nin qiyməti 50 olar. D-yə baxırıq. İlkin bərk qarışıqda A, B və C maddələrin kütlə nisbətini ən kiçik tam ədədlərlə ifadə edin. Deyir bizə. Deməli, biz birincidə A-nın qiymətini tapdıq 10, B-nin qiymətini tapdıq 20, C-nin qiymətini tapdıq 50. Hər tərəfi 10-a ixtisar getsə, 1-in, 2-nin 5-ə şəklində qalar. Deməli, bizim burada doğru cavabımız 1-in, 2-nin 5-ə olar. Gəlir növbəti 8-ci sualımıza. Maraqlı suallardan biri budur. Burada belə bizə izah üçün yuxarıda sözlər yazıb, falan peşməkan. Özünüz oxumusunuz imtahanda. Burada şərti belə başa düşmək lazım idi ki, deməli bizim başlanğıcımızda X-dir, hidrogen deməli kationudur, yod anionudur və su molekuludur. Məhsul hissədə isə deməli xrom 3 müsbət ionudur, H müsbət ionudur. Deməli yod molekuludur və su molekulu verilmişdir. İnşallah burada nisbətlərimiz deməli 1 bundandır, 16 burada bundan eləyər, 6 budur, 8 də su molekuludur. Məhsulda isə 2 budur, 2 budur, 3 budur, 15 də su molekulu edər. Və yuxarıdakı mətndə də oxusaq görərsiniz ki, deyir ki, yəni reaksiyanın sağında, solunda hər şeyin sayı bərabər olmalıdır. İyonların yüklərinin cəmi bərabər olmalıdır. Molekulların belə deyək, atomların sayı, molekullardakı atomların sayı bərabər olmalıdır. Zaten bunlar bərabərdirsə, proton, neytron və elektron sayıları da bərabərdir. Aydındırmı? İndi gəlin baxaq görək bizim uşaqlar nəyimiz var, nəyimiz yox. Baxıram ki, reaksiyanın solunda hidrogen deməli, bizim burada hidrogen 16 dənə buradası var. 8 molekul burada olduğu üçün 8 dəfə 2, 16 da burada var. Reaksiyanın sağına baxsaq görərik ki, 16 cəmi eləyər 32 hidrogen. Reaksiyanın sağında deməli 2 hidrogen buradadır.
15-i də 2-yə vursam 30 hidrogen də buradadır. Elədi 32. Deməli, reaksiyanın sağında solunda hidrogen atomlarının sayı nədir? Bərabərdir. Bunlar belə. Biz hidrogenin bərabər olduğunu gördük. Sonra baxırıq yoda. Baxıram ki, 6 dənə yod var və reaksiyanın sağında da 6 yodu var. Deməli, bunların da sayı bir-birinə bərabərdir. Atomların sayı. Xroma baxıram ki, bizim reaksiyanın deməli sağında 2 dənə xrom var, amma solunda xrom yoxdur. Deməli, bu X-in içərisində bizim xrom olmalıdır və sağda 2 dənə olduğu üçün və X-dən də solda bir dənə olduğu üçün xromun indeksinə bir 2 yazmalıyıq. Bunu da müəyyənləşdirdik. Növbəti baxıram oksigenə. Görürəm ki, burada oksigenin sayı 8-dir. Reaksiyanın sağında isə oksigenin sayı 15-dir. Deməli, solda 7 oksigen çatışmır və oksigen harda olmalıdır? Oksigen X-in daxilində olmalıdır. Ona görə bura bir 17 yazırıq. Bunları da müəyyənləşdirdik. İndi uşaqlar, burada X iyon da ola bilər, neytral atom da ola bilər. Biz bilmirik. Bunu müəyyənləşdirmək üçün baxıram ki, mənim reaksiyanın deməli sağında, yəni reaksiyanın bax bu hissəsində iyonlarımız var, düzdürmü? Buradakı iyonların cəmi nəyə bərabərdir? 2 dənə xrom var, müsbət 3 olduğu üçün bu 6 müsbət eləyər. 2 dənə də hidrogen var, burada da 2 müsbətdir. Bunları cəmləsəm reaksiyanın sağında 8 müsbət var. Yəni iyonların yükü müsbət 8-ə bərabərdir. Reaksiyanın soluna baxsaq görək ki, nə var, nə yox. İndi bizim bu hissəmizdə təbii ki, iyonları burada görürük. Bəli, məsələ burada iyonlar var. X-də iyon olub olmadığını bilmirəm. Bunun yükünə bir A yazıram. Yükü A-dır. A üstə gələk. 16-yı müsbət hidrogenə vuranda eləyəcəkdir 16 dənə müsbət. 6 dənə yodumuz var mənfi yüklü. O da -6 bərabərdir. Müsbət 8 eləməlidir. Buradan da hesablasaq görərik ki, A bərabərdir -2 çıxar. Deməli, burada da deməli X-ı müəyyən et deyir bizə. X də xrom 2/7 deməli 2 mənfi şəklində olar. Doğru cavabımız budur. Gəlirik deməli digər bir sualımıza. Aha. Burada deyir ki, azot və hidrogen qazlarından ibarət qarışıqda neytronsuz molekullar ümumi molekulların sayının 80%-ni təşkil edir. İndi uşaqlar, bizim başlanğıcımızda deməli var azot qazımız və hidrogen qazımız. Hər birindən nə qədərdir bilmirəm. Bir X qədər burada, Y qədər də buradadır. Düzdürmü? Deyir ki, neytronsuz molekulların sayı ümumi molekulların 80%-ni təşkil edir. Yəni uşaqlar, burada molekullarımız X plus Y-dir. Bu bizə 100% verər. Bunun 80% isə bizə nəyi verər? Y-i verər. Buradan da hesablasaq görərik ki, Y bərabərdir 4X edər. Yəni biz burada X-in yerinə Y-in yerinə rahatçılıqla 4X yaza bilərik. Bunu yazdıq, bunu bir kənara qoyaq. Bu şəkildə. İkinci olaraq bir azot molekulu ilə 3 hidrogen molekulunun birləşməsindən 2 amoniak molekulu alındığı bilinir. Deməli uşaqlar, biz burada reaksiyanı tərtib etməliyik və bilməliyik ki, azot hidrogenlə bu şəkildə reaksiya daxil olub və amoniakı əmələ gətirir. Uşaqlar, və bizə burada açar bir hissə var ki, deyir ki, bunların qazların, yəni reaksiya daxil olan qazların bir hissəsi sərf olunur. Yəni hamısı sərf olunmur. Yəni hər birindən müəyyən qədər sərf olunur. Tamammı? Yəni bizim əlimizdə nə qədər var idi? Deməli, bir X qədər, deməli burada X qədər bir azotumuz var. X qədər bir azotumuz var. 4X qədər də hidrogenimiz var. Bunların hər birinin müəyyən qədəri sərf olunur. İndi reaksiyada görürəm ki, mənim bir amoniakıma, üzr istəyirəm, bir azotuma 3 hidrogen lazımdırsa, tutaq ki, X-in içərisindəki bir A qədər azot sərf olunur. Yəni A miqdar, A molekul.
O zaman bunun A-sına nə qədər lazım olar? 3A lazım olar. O zaman bizim deməli burada x-in A-sı sərf olunar, 4x-in də 3A-sı sərf olunar. Reaksiyadan sonra və nə əmələ gələr? 2A qədər də təbii ki, burada bizim deməli amoniakımız əmələ gələr. Bunu da burada tamamlayaq. Burada 2 əmələ gələrsə, o zaman 2A qədər də amoniak əmələ gələr. Deməli, biz burada reaksiyadan sonra bir qaz qarışıqları alınır. Bu qaz qarışığında deməli 2A qədər burada amoniak olar. Sonra x minus A qədər N2 qazı olar. 4x minus 3A qədər isə H2 qazı olar. Aydındır mı? Bu 2 qaz, 3 qaz qarışığı olacaqdır. Və bizə deyir ki, buradakı amoniak molekulunda olan atomların ümumi sayı ümumi atomların sayının 48%-ni təşkil edir. İndi gəlin baxaq görək burada atomların sayı nə qədərdir. Burada 8A qədər atom eləyər. Burada 2x minus deməli 2A qədər atom eləyər. Burada isə 8x minus 6A qədər atom edər. Bunları cəmləsəm, görərəm ki, burada 10x qədər atom eləyir. Deməli, mənim ümumi atomlarım 10x qədərdir və o 100%-dir. Və onun 48%-i amoniak molekulundakı atomlardır. Yəni 8A qədər orada bir deməli nə eləyər? Atomların sayı edər. Aha. Buradan da hesablasaq, görərik ki, deməli 10 dəfə azalma baş verib və yaxud da 10 dəfə artma baş verib. Belə gedək. Belə deyək, 10 dəfə artma baş verib. O zaman buradan və yaxud da hər tərəfləri ən yaxşısı sadələşdirmək üçün 10-a bölərik. O zaman 48x bərabərdir 80 deməli A-ya. Buradan da biz A-nı tapsaq 80 bölək 48. Və yaxud da 48 bölək 80. A-nı tapmayaq. A-nı tapanda qiymətimiz çox fərqli bir qiymət alınır. Buradan deməli biz x-i tapsaq, x bərabərdir. X tapmırıq, A-nı tapırıq. Düz demişəm. Düz dedim, sonra yanıldım. Buradan deməli A-nı tapsam, A bərabərdir 48x bölünsün 80. Tamam. O da bərabərdir 0,6x edər. İndi bunu tapdıqdan sonra və bizə də nə deyir ən son cümlədə? Deyir ki, son qarışıqda azot və amoniak molekullarının say nisbətini müəyyən edin. Deməli, son qarışıqda bizə azot. Son qarışıqda bizə azot və amoniak molekullarının say nisbətini soruşur. İndi A-nın qiymətini 0,6x tapmışam uşaqlar. Burada amoniak baxırıq ki, nə qədərdir? 2A qədərdir. Yerinə qoysam eləyər 1,2x. Azot nə qədərdir? Azota da baxıram ki, azot x minus A qədərdir. A-nın yerinə 0,6x qoysam, x-dən 0,6x çıxsam eləyər 0,4x. Deməli, burada azotun da sayı 0,4x-dir. Və buradan da hər tərəfi x-ə bölərəm. Sonra 0,4-ə bölərəm. Bu da 1-in 3-ə edər. Deməli, bizim doğru cavab 1-in 3-ədir. Gəlirik 9-a. 9 da bizim maraqlı suallarımızdan biridir. X və Y maddələrinin müxtəlif temperaturlarda suda həll olunması təsvir edilmişdir burada. Deməli, burada bizə şərtdə nə deyir uşaqlar? Müxtəlif temperaturda X, Y maddələri verilir. Biz buradan müəyyənləşdirə bilərik ki, temperatur artdıqca X-in həll olunması artır. Deməli, X burada bərk maddədir. Y isə temperatur artdıqca həll olunması azalır. Deməli, Y burada belə deyək də, müəyyən mənada qaz götürə bilərik. Sonra gəlirik aşağıdakı bizim şərtimiz var. Burada bizə nə deyir? Bizə deyir ki,
20 dərəcə Selsi temperaturda ağzı açıq qabda müəyyən həcm saf suda həm bərk X, həm də qaz halında olan Y maddələri tam həll edilir. Yəni uşaqlar, bizim bir qabımız var. O qabda bir qabımız var. Bax, bir qabımız var. O qabda həm X-i, həm də Y-i həll etmişəm. Hansı temperaturda? 20 dərəcə Selsidə. Həll edilir və məhlulun deməli kütləsi ölçülür, bir yerə qeyd olunur. Daha sonra məhlul ehtiyatla 50 dərəcə Selsi temperatura qədər qızdırılır. Suyun buxarlanması deyir burada nəzərə alınmır. Yəni növbətidə bizim X və Y-imiz həll edilir. Bu isə olacaqdır 50 dərəcə Selsidə. Bunları ən yaxşısı gətirək bunun yanlarına yazaq. 50 dərəcə Selsidə. Tamam. Bunları yazdıq. Bunları yazdıqdan sonra və deyir ki, birinci məhlul, ikinci məhlul alınır və bunların fərqini ölçürlər, görürlər ki, fərqi nəyə bərabərdir? Fərqi 50 qrama bərabərdir. İndi uşaqlar, bizim baxırıq ki, 20 dərəcə Selsidə X-in həll olunması nə qədərdir? 30. Hansı qram suda? 100 ml. Tamam. X-in həll olunması burada neçə qramdır? 30 qram. Y-in həll olunması nə qədərdir? Y-in həll olunması isə 55 qramdır. Digər 50 ml suda 50 dərəcə Selsidə 50 dərəcə Selsi isə bax buradadır. 50 dərəcə Selsidə X-in həll olunması 80-dir. Deməli, Y-in həll olunması isə 30-dur. Düzdürmü? 30-dur. İndi biz müəyyənləşdirsək görərik ki, bizim birinci məhlulumuzda, yəni burada, birinci məhlulunda məhlulun kütləsi deməli bizə verər 185 qram. Çünki 100 qram sudur, üstə gələk 30 qram, üstə gələk 55 qram. Bunları cəmləsəm eləyər 185 qram. Deməli, birinci məhlulun kütləsi 185 qramdır. 185 qramdır. Bu belə. 185 qramdır. İkinci məhlulun kütləsini hesablasaq görərik ki, 100 üstə gələk 80, üstə gələk 30 bərabərdir. Bu da eləyər 210 qram. İndi uşaqlar, 210 qramla biz qrafikə əsasən məhlullar arasındakı fərqi hesablasaq. Yəni 210 çıxaq 185. Buradan müəyyənləşdirsək görərik ki, 185. Fərq neçəyə bərabərdir? Fərq 25 qrama bərabərdir. İndi bizə fərqi neçə qram veribdir? 50 qram. Uşaqlar, bu 2 dəfə dəyişmə deməkdir da, yəni. Aydınmı? Yəni o zaman biz burada deməli 200 ml su götürmüşük. O zaman 2 dəfə çox demək 60 qram X var imiş. O zaman 110 qram Y var imiş. Burada isə 160 qram X var imiş və yaxud da 60 qram Y var imiş deməkdir. Yəni hər şeyin bu 2 qatı nəzərdə tutulur. İndi baxaq bizə A bəndinə. Birinci məhlulun hazırlanması üçün istifadə olunan suyun həcmini ikinci məhlulda olan X və Y maddələrin kütləsini hesablayın. İndi uşaqlar, birinci məhlulun hazırlanması üçün istifadə olunan suyun həcmi. Deməli yazırıq ki, fərq 25 qram olanda 100 ml su sərf olunurdursa, fərq 50 qram olanda deməli X qədər o deyilər 200 ml. Deməli cavabımızın biri burada 200 ml olar. Sonra deyir ki, bizə ikinci məhlulda həll olunan X və Y maddələrini. Deməli, fərq 25 qram olanda, deməli, 80 qram X həll edilirdisə, 50 qram fərq olanda hər hansı bir A qədər, bu da eləyər, deməli, 160 qram. 160 qram. İndi ikinci olaraq fərq 25 olanda 30 qram Y həll edilirdisə, fərq 50 olanda, tutaq ki, 1B qədər Y olacaq. Bu da deməli 60 qram Y edər. Yəni bizim burada doğru cavablarımız 160, deməli 60 və 200-dür. Gəlirik B-yə. İkinci məhlul 50 dərəcə Selsi temperaturdan əlavə su qatılmadan
ehtiyatla 10 dərəcəyə qədər soyudurur. Bu zaman maddələrdən biri müəyyən qədər çökür. Söküntünü süzərək məhluldan tam ayırırlar və üçüncü məhlul alınır. Yəni uşaqlar, ikinci məhlul 50 dərəcə temperaturda. Deməli, biz müəyyənləşdirdik ki, bizim deməli 200 qram suyumuz var idi. X-imiz burada deməli 160 qramdır. Y-imiz də burada deməli 60 qramdır. Bunu belə qeyd elədik. Və bu neçə dərəcə Selsidədir? Bu 50 dərəcə Selsidədir. Aha. Və qrafikdə gəlin baxaq görək qrafikdə. Bizim 50 dərəcə Selsidən 10 dərəcə Selsiyə gəldikdə nə baş verir? X 80-dən 20-yə düşür. Yəni 60 qram çökmə baş verir. Aydındır. 80-dən 20-yə düşür. Yəni 20 qram çökmə baş verir. İndi bizə deyir ki, çökmə baş verir. Deməli uşaqlar, 100 qram su olanda deməli 60 qram çökmə baş verirsə, 200 qram su olanda nə qədər çökmə baş verər? Eləyər 120 qram. Deməli 120 qram maddə çökər. Hansı dərəcəyə gəldikdə? 10 dərəcə Selsiyə gəldikdə. Sonra deyir ki, həmən maddəni həll etmək üçün lazım olan su neçə qramdır? İndi gəlin baxaq görək 10 dərəcə Selsidə. Bizim 10 dərəcə Selsidə X-in həll olması deməli neçə qramdır? 20 qramdır. Gəlirik burada yazırıq. Bizim deməli 20 qram maddənin həll olması üçün 100 qram su lazımdırsa, bəs bu çökən maddənin çökməməsi üçün nə qədər su lazımdır? Hər hansı bir C qədər, düzdürmü? Bu deyiləcəkdir, deməli 600 qram. 600 qram su lazım olar bizə. Deməli, burada doğru cavabımız bizim deməli 600 qram olar. Doğru cavab burada olacaqdır 600. Gəlirik C-yə. Üçüncü məhlul üzərinə 300 ml su əlavə edilir. İndi uşaqlar, burada üçüncü məhlul hansı məhluldur? Bu yuxarıda qeyd olunur da. Deyir ki, bizim bu 50 dərəcə Selsidə olan maddəni 10 dərəcəyə qədər çökdürürük və çökmə baş verir. Deməli, burada baxırıq ki, 160 qram idi, 120 qramı çökürsə, burada 40 qram qalır. Deməli, növbəti mərhələdə üçüncü məhlulumuzda. Üçüncü məhlulda bizim nəyimiz qalıbdır? Gəlin bunlara baxaq. Deməli, burada 200 qram su var idi. X-imiz deməli 40 qram qalacaqdır. Y-də 60 qram olduğu kimi qalır burada. Yuxarıda da 60 qeyd eləmişdim, 60 qeyd eləmişik. Biz bura kənardan deməli nə əlavə edirik? 300 qram, yəni 300 ml su əlavə edirik. Və temperaturu 5 dərəcə Selsiyə qədər soyuduruq. Bu zaman deyir, məhlulun tam doymuş olması üçün X və Y maddələrin hər birinə neçə qram əlavə edilməlidir? Uşaqlar, növbəti mərhələdə məhlulun həcmi nə qədər olar? Məhlulun həcmi olar 500 ml, düzdürmü? Bunu bilmək lazımdır, bir kənara yazaq. Məhlulun həcmi olacaqdır, məhlulun həcmi olacaq 500 ml. İndi uşaqlar, gəlin baxaq 5 dərəcə Selsiyə. 5 dərəcə Selsidə mənim 15 qram X-im həll olur, 90 qram Y-im həll olur. Neçə qram suda? 100 qram suda. Aydındır, 100 qram suda. İndi gəlin burada biz deməli tənasübümüzü quraq. 100 qram suda 15 qram X həll olursa, bəs bu 500 qram suda nə qədər həll olar? Bu da buradan bərabərdir. Eləyər 75 qram, düzdürmü? Amma mənim qabımda nə qədərdir? 40 qram. Deməli 75 çıxaq 40 bərabərdir 35. Deməli mənə 35 qram X lazımdır ki, məhlulum deməli doymuş hala gəlsin. Digərinə baxaq. Deməli 100 qram suda 5 dərəcə Selsidə deməli o birini neçə tapmışdıq? Bizim orada bir də baxaq. 90 qram. Aha. 100 qramda 90 qram həll olur.
100 qramda 90 qram Y həll olur. Bəs 500 qramda nə qədər həll olar? Bir B qədər. Baxırıq ki, 5 dəfə artıb, 5 dəfə 9-un 45. Bu da 450 qram edər. Amma mənim qabımda nə qədər Y var? 60 qram. Yəni 450 çıxılsın 60 bərabərdir 390 edər. Deməli, növbəti burada doğru cavabımız da 390-dır. Deməli, doğru cavab 35 və 390 olar. Baxırıq burada 10-cu suala. Aseton, etil spirti və sudan ibarət qarışıq 700 ml. Asetonun sıxlığı 0,8, etil spirti 0,8, su 1-dir. Falan əlavələrimiz var burada. Burada bizim ən çox lazım olan deməli mövqeyimiz, diqqətimiz uşaqlar axırıncı cümlə olmalıdır. Burada deyir ki, nisbətləri 2-nin 2-nin 5-ə kimidir. Deməli uşaqlar, aseton, karbon 3, aseton, karbon 3, H6, O-dur, düzdür. Etil spirti, karbon 2, H5, OH-dır. Su isə H2O-dur. Uşaqlar, burada nisbətlər 2-nin 2-nin 5-ədirsə, o zaman 2x qədər biridir, 2x qədər digəridir, 5x qədər də digəridir. Bunları yazdıq. Asetonun özünün kütləsi 58-dir. Etil spirti 46-dır. Su isə 18-dir. Bunu da bir tərəfdən yazaq. O zaman bunların kütləsi nə qədər edər? Bizə nə deyir? Birincisi A bəndinə baxaq. Bizə deyir ki, qarışıqda karbon və hidrogen atomlarının sayı nisbətini hesablayın. Uşaqlar, asetonda 6x qədər karbon bərabərdir. 6x qədər karbon var. Üstə gələk. Etil spirtində də 4x qədər karbon var. Yəni karbonun sayı burada 10x-dir. Hidrogeni saysaq, hidrogen asetonda 12x-dir. Üstə gələk. Demək, etil spirtində də yenə 12x-dir. Üstə gələk. Suda isə 10x-dir. 10x-dir. Bunu da cəmləsək eləyər 24x. Nəysə, burada düz yazmadım mı? 6x, 4x, 10x, 24x. Karbon və hidrogen atomlarının deməli say nisbətini deyir. 4x, 10x. Say nisbətini deyir. O zaman bizim burada say nisbəti 10x-in deməli 24x-ə olar. X-lər hər tərəfdən gedər. 2-yə bölərəm 5, 2-yə bölərəm deməli 12 olar. 5-in 12-yə nisbəti uyğun gəlir. Burada deməli nisbətimiz 5-in 12 olacaq. Yenə bir də baxım. Səhv olmasın. Düzmü saydıq? Düz saymadıq. Deməli bizim burada 34x deyil də 34x etməlidir. 34x etməlidir. O zaman karbonun bizə burada nisbətin nəyin nəyə nisbət olduğunu mütləq qeyd etmək lazımdır. Karbonun hidrogenə, karbon 10x-dir, hidrogen isə 34x-dir. X-lər getsə 2-yə bölsəm 5, 2-yə bölsəm 17. Doğru cavab 5-in deməli 17-yə olar. Bu belə, bu belə. Qarışıqda maddələrin kütlə nisbətini hesablayın. İndi buradan da uşaqlar, biz buradan da belə bir ümumiləşmə eləyə bilərik. Bunu yazdıq, yaxşı. Bu qalsın yerində. Deməli, bunu yazaq. Bu deməli yaxşı. Deməli, biz buradan baxdıq ki, kütlələrimiz bir kənardan yazaq. İndi bu kütlələri də bu hissədən qeyd eləyə bilərik. Problem yoxdur. İndi 2x-dir, 58-ə vursam, kütləsi eləyər 116x. Digərində eləyər 92x.
Suda isə eləyər 90x şəklində. Düzdür. İndi bunu buradan kəsək, gətirək biz aşağıda. Kütlələrinin bizə deməli nisbətini istəyir. Nisbətini istəyir. 116-nın 92-nin 90-a deməli nisbətidir. Biz burada hər tərəfi x-i aparsaq, deməli 2-yə aparsam 58 qalar. 58 qalar. Sonra 2-yə aparsaq 46 qalar. 2-yə getsə deməli 45 qalar. Nisbətlər 58, 46, 45 olacaq. Qarışıqda maddələrin həcmini hesablayın. Deməli bizim burada yuxarı hissədə sıxlıqlar verilibdir və kütlələrimiz də bəllidir. Sıxlıq düsturumuzdan istifadə edərək, deməli ρ bərabərdir m bölünsün v-dir. Düzdürmü? Buradan da həcm nəyə bərabər olar? Həcm də bərabər olar m bölünsün ρ-ya. İndi bizim asetonun kütləsi 116-dır. Aseton, karbon 3, H6O. Deməli, bu 116x-dir. Onu bölərik həcminə 0,6-ya bərabərdir. Deməli, 116 bölək 0,8. Bu eləyər 145x həcmi. Etil spiritinə gəldikdə karbon 2, H5OH kütləsi deməli 92x-dir. 92x-i də bölərəm yenə 0,6-ya. 0,8-ə. 6 yox, 0,8. O da bərabərdir 92 bölək 0,8-ə. Bu da eləyər 115x. Suda isə H2O kütləsi eləyəcəkdir deməli 90x. Sıxlığı da 1-dir. 1-ə bölsəm elə 90x edər. Deməli, buradan da belə bir nəticəyə gələ bilərik ki, bu həcmlərin cəmi bizə neçə verməlidir? 700 ml. 145x üstə gələk 115x üstə gələk 90 bərabərdir 700 ml. Buradan da x bərabərdir 2 çıxır. Tamam. Buradan da 2 çıxır. O zaman hər birinin deməli həcmini vurub hesablasaq, buradan deməli həcmləri olar birincidə 290, ikincidə olar deməli 230, üçüncüdə də olar deməli neçə? 180. Yəni həcmlər 290, 230 və 180-dir. Həqiqətən də bunları hesablasaq 230 üstə gələk 180. Cəm 700 ml edər. Bu da belə. Növbəti qarışığın sıxlığını hesablayın. Deməli, sıxlıq düsturuna əsasən ρ bərabərdir. Deməli, m bölünsün v. Bu da buradan bərabərdir. Bizim həcmimiz bəllidir. 700 ml-dir. Kütləmiz isə kütləni də yuxarıdan hesablaya bilərik. Deməli, x-in qiymətini 2 tapmışıq. Düzdürmü? X-in qiymətini 2 tapmışıq. 116-nı vurarıq 2-yə. Eləyər 232. Sonra 92-ni 2-yə vurarıq, eləyər 184. 90-ı da 2-yə vurarıq, eləyər 180. Bunları cəmləsək, 184 üstə gələk 132. Bunları cəmləsək, eləyər kütlələri 596. Deməli, kütləsi 596-ya bərabərdir. 596. Kütlə 596-ya bərabər olar. Buradan da deməli 596-yı da bölək 700-ə. Bu da təqribi olaraq 0,851 deyək. Təqribi olaraq belə bir cavab çıxır.